İkinci hissədən yenidən sizləri salamlayıram. Əşəşsinə Seydər Hüseyinli. İlk hissədə Sayper komandasının son dəqiqələrdə vurduğu qol ilə 2-1 hesablı üstünlüyü var. Birinci hissənin təbii ki son dəqiqəsində. İkinci hissənin start oyunun hakimi Süleyman Ağayev tərəfindən səsləndirilir. Bir daha uğurlar arzulayır hər iki komandaya növbəti hissədə. Baxaq görək. İkinci hissədə Savaşçım komandası əzimkar oyunu nümayiş elətdirərək geri dönüş edə biləcəklərmi? Və bu epizoda bir qədər zədə alır Rüffət. Eminin zərbəsi qapıdan yan kəsdi. Murad. Ağabalayev topu qazandırdı. Komandasına out da qazandırır hətta. Hakim. Solcuna. Zamin. İçəriyə doğru. Turuna. Sərgə saldı bir qədər. Səboy. Pauz etdi. Sol cinahda Murad mərkəzə doğru tək topmuş ötürmə gəlir. Əbil. Və qayda pozulur. Adəm Ağabalayevdən Əbilə qarşı. Standart vəziyyət yerinə yetiriləcək Sayper komandası tərəfindən. 2 nəfərdən ibarət canlı set var. Ağabalayev da hakimi görürük canlı setdə. Zərbə indirilir Rüffət. Yaxşı uzandı bu zərbəyə. Hakim. Sadiq. Çatdırır özünü. Zərbə indirildi və 50 oyun Əlcibə gedir. Və qırmızı vərəqə ilə cəzalandırılır Eldar. Bu epizodda qapıya gedən zərbənin qarşısında cərimə meydançasının kənarında əllə aldığına görə ağır itkidir. Sayper komandası minimal hesablı üstünlüyü ərəfəsində bu qırmızı vərəqə. Türmə gəldi. Adəm zərbəsinə blok qoydular. Hakim çəkdi sağ ayağına. Uzaq məsafədə zərbə. Daha bir blok. Daha bir out. Emin. Sol cinahda Sadiq. Sağ cinahda yaxın ötürmə Adəm Ağabalayev. Yenə də blok qoydular bu dəfə ötürməsinə. Hakim. Sadiq yenidən hakim. Emin. Bu dəfə də digər cinahdan altı yerinə yetiriləcək. Savaşçım komandası tərəfindən. Emin. Hakimlə oynadı. Bitirdi topu. Əbil və hakimin gözündə yayınmadı. 50 oyun. Blok qoyuldu. Canlı set tərəfindən o zərbəyə. Zamin. Emin. Sağsına Adəm. Türmə keçməyə. Hakim. Zərbə mövqeyi. Zərbə indirdi. Top qapının üzərindən keçir. Hakim toxmuş da var idi rəqibdən hakim bilir. Adəm. Ağabalayevin də zərbəsinə blok.
Hakim. Mesafe yok oyna. Helal var mesafe yok. Bir an mesela. Əbil. Uzun ötürmə, başla zərbə indirilir. Qızlar tərəfindən, lakin qeydəyi bir zərbə oldu. Savaşçının komandasına hücum əmləşdirildi. İdirdi. Adəm. Emin. Hakim oynadı. Adəm. Sadiq. Yenidən Adəm. Sol cinahda Emin. Bravo. Axı 3 dəqiqənin tamamı olur. Meydana daxil olur. Azlıqda qalan komanda tərəfindən. Üçüncüdən zərbə yerinə yetiriləcək. Savaş Team komandası bərabərlik qol axtarışındadır. Səboy. Topu saxlaya bilmədi özündə. Emin. Türmə keçmədi. Əbil. Sürür topu. Emin. Zamin. Solcuna. Adəm. Yenidən Zamin. Emin. Zərbə. Belə doğru getmir yenə də. Murad. Yanında Əbil. Təsir göstərdilər. Başa düşüləndir. Savaş Team komandası safda geridirlər. Üfət. Üçüncü zərbəsi. Əbil. Üsal. Sol sağ cinahda Murad. Keçmədə ötürmə. Üfətdən. Emin. Meşəzi də geridə qoydu. Zamin və top dirəkdən geri dönür. Vüqar. Xara ötürməsi. Təkmədə epizod. Murad və Rüffət bu mübarizədən qalib ayrılır. Emin. Vaxtdan zərbə. Tural. Sol cinahda Sadiq. Yerdən Tural. Uzun ötürmə gəlir. Mükəmməl gol! Tural. Oradan ara zərb edilir. Bu məsafədən Bolt sifarişi etsən gəlməz uzaq məsafədir deyə. Eminin yerdə zərbəsi Səboy dəf edir. Qayda pozuldu Əbilə qarşı. Əbil. Top itisi var. Sayper komandası tərəfindən.
Sadiqin ötürməsi keçmir. Və sərbəst təhlükəli oyun. Üçüncüdən zərbə. Adəm solsuna doğru ötürmə. Sadiq devam edə bilmədi topu. Adəm Eminlə oynayır. Eminin zərbəsi Səboyu dəf etdi. Out Savastim. Fət Adəm Sadiq yenidən Adəm Sadiq yenidən Ağabalayevin önünə doğru çətinliklə də olsa özünü çatdırır topa. Üçün ötürmə ünvanına çatmadı. Samin Adəm yenidən Samin yenidən Adəm Ağabalayevin yaxın küncə zərbəsi qolkiper tərəfindən bağlı idi yaxın künc. Murad təşbihdə epizod zərbə endirir. Rüfət imkan vermədi yenə də. Savastim komandasına tabi üçün məmləsi Adəm içəriyə doğru ötürmə və dirəkdən top geri dönür. Bəxti gətirmir. Adəm üçün məmləsi davam edir. Kimi ötürməyə topu şeydən olmalı. Artıq səhv etmirəmsə 3 və ya 4-cü tir və dirək Savastim komandası tərəfindən bəxtləri gətirmir. Murad Elcan Yenidən Murad Vüqarın önünə doğru Diyakan ötürmə keçmədi hakimlə. Vüqar və out. Elcan Əbil alınmadı. O driblingə alınmadı. İmkan vermədi Tural. Elcan Əbil zərbəsi və Rüfət yaxın küncə bağlamışdı. Tural Sadiq yenidən Tural Sadiq devam edə bilmir topu. Vüqardan solcuna Elcan yenidən Vüqarla oynadı. Uzaqdan zərbə indirdi. Rüfət dəf edir. Əbil və gol! 3-2 Tarafı pozulur Sayper komandası tərəfindən. Ani boşluq və qola nəticələnir. Sadiq Tural Sami Sadiq yenidən Fət sol cinahda hakim Adəm yaxın küncə zərbəsi çəsvəyə doğru yönlənmədi.
Bir qədər timeout ayrılırıq. Timeout yekunlaşdı. Yenidən mübarizəyə davam. Əbil sürmə keçmədi. Zamin geriyə doğru Tural. Ötürməsi Vüsaldan keçmir. Yenidən Turala top gəldi. Hakim Tural rəqibini geridə qoymağı bacarır. Diakonla ötürmə, Zamin zərbə endirir, yenə dirək, lakin toxunuş da var rəqibdən. Ötürmə gəldi, Sadiq ara göndərir topu. Biraz Trabzon. 1 2 3 Qayda pozulur. Adem tərəfindən Vüqara qarşı. Sağ ol Vüqar. Out. Yenidən bərabərlik yolu axtarışındadır Savaş Team komandası. Sol cinahda Murad. Qaydan top. Əbil və gol! Sağ fərqli 2 topa qaldırır. 4-2. Sol cinahda Adəm. Adəmə qüvvətli zərbə Səbuhi. İkinci cəhdində topu tutur. Vüqar. Daha bir out. Boş o zərbə. Top qapıdan sazıq fərqli üzərindən keçir. Adəm. Emin. İndi Adəm. Tural. Yenidən Hakim. Divar pası. Yaxşı alındı. Hakimdən Turalın önünə doğru. Turalın zərbəsi. Alınmır. Alınmır. Olmayanda olmur. Bir neçə dəfə qapı tirləri və qapı dirəkləri real qol vəziyyətlərindən xilas etdi Sayper komandasını. Lakin Sayper komandası belə fürsətlərdən yararlanırdı. Amma bu dəfə isə onlarda dirəyə tuş gəlir zərbələri. Canın zərbəsi yenə Rüfət. Rüfət də artıq nə etsin? Əlindən gələn etdi. Bir çox kritik seyflər etməyə bacardı. Lakin epizodlarda fərqlənə bilmədilər. Savaş Team komandası. Adəm. Mərkəzdə Emin. Fırlandı. Sol sona doğru. Hakim. Zamin. Tural. Adəmə bir qədər sərgəsi ötürməlansa da topu qəbul etdi. Ağabalayev. İçəriyə doğru bir asma. Ağabalayev. Sol sona Zamin. Və top da yandan silkələyir. Nə olub bugün Savaş Team'ə? O Savaş Team yoxdur. Alınmır. Rüfət bu zərbəndə dəf edir. Out. Lakin hələ mas yekunlaşmayıb. Top yuvarlaqdır. Oyuncu sayı bərabərdir. Mübarizəyə davam.
Hakim zərbə endirdi və gol! Çox rəqib İlmalayır kapitan tərəfindən gəmisinin sürətini artırmağa gelir. Şimdi maçın bitməsinə 2-3 dəqiqə qalıb. Özünkar mübarizə, mühtəşəm geri dönüş gələ bilərmi? Belə senariləri çox izləmişik. Bir komanda çox qapı dirəkləri, tirlərə zərbəsi tuş gəldikdə son 2-3 dəqiqə ərzində nə geri dönüşlər etdiyini görmüşük. Savaşdığım komandası da məhz elə o komandalardan biridir. Elə əzmkar mübarizə apara biləcək komandalardan biridir. Tural sağsına doğru ötürməyə Zamin zərbə indirdi, top qapıdan azıq fərqlə yan keçir. Bu isti havada isti duş qəbul etdirir bir anlıq komandasının rəqibinə. Belcan Murad Səboy Elcanla sağ sınaqda və out. Tələsdirlər, başa düşüləndir. Minimal fərq var, bərabərlik qolu axtarışındadır yenə də. Savaşdığım komandası geriyə çəkildilər, tam geriyə. Bir qədər rəqiblərini öz zərərlərinə çəkməyə çalışırlar. Hakim boşluq axtarır ötürmə etmək üçün. Sadiq artıq bu uğursuz oyununda sonluq gol və gol! Bəli, bu uğursuz oyunda bir sonluq etdirdik. Sadiq o səhvlərini əfv elətdirib. Tarafsız bəlkə olur yenidən maçda. O uğursuzluqları bu qolu ilə əfv elətdirməyə bacarır Sadiq. Son nəfəs kəsici, dramatik dəqiqələr deyəcəkdik ki, maç yekunlaşır. Hakim səsləndirir. Oslo qalib gəlir. Hər iş komanda bir xal ilə maçdan ayrılır.